Bismillahirrahmanirrahim. Deməli, bugünkü dərsimiz ərəb dilini oxumağa və Qur'ana öyrənməyə giriş olan kitabdan öyrəndiyimiz dərsimiz kiçik əlif işarəsi olacaq. Kiçik əlif işarəsi yazılış forması bu cürdür. Yəni, bu kiçik şəkildə yazılır. Yəni, təbii ki, bizdə lövhədə biraz böyük çıxır, amma bu kiçik şəkildə yazılır. Kiçik əlif işarəsi. Təbii ki, bu uzatma funksiyasını yerinə yetirir və bunun özündən qabaq fəthə gəlir. Fəthəni uzadır. Yəni, uzatma rolunu oynayır, ona kiçik əlif deyirlər. Məsələn, yazaq kitabun. Düzdür? Fəthə və uzatması var. Aydındır. Əliflə bu fəthəni, tənin üzərində olan fəthəni uzatmışıq. Demirik kitabun. Deyirik kitabun. Və ya bunu bu cürdə yazmaq olar, az rast gəlinsə də. Kitabun. Və bu işarəni qoymaqla, kiçik əlif. Bunu qoymaqla, yəni demək istəyir ki, burada uzatma var. Demirik kitabun, deyirik kitabun. Aydındır, bu nəyə işarədir? Uzatmaya. Və yəni, bu əlifin funksiyası uzatma funksiyasıdır, hərfin üzərində gəlir. Və bəzən bu yənin və vavun üzərində gələ bilər. Yənin və vavun üzərində gələ bilər. Məsələn, namaz sözü nədir? Salə. Cəmi? Salavat. Məsələn, salatun. Bəzən belə yazılır. Yəni, vavun üzərində gəlir, amma vav heç bir funksiya daşımır burada. Lakin üzərində kiçik əlif var, o da uzatmadır. Əslində, salatun sözü necə yazılır? Yəni, uzatmasın özün yazsaq, ləm əliflə yazılır. Ləm, bu da əlif. Salatun. Yəni, salatun. Və bu əlifi əvəz eləyib vav. Lakin üzərinə kiçik əlif qoymaqla ki, yəni bu əslində belədir. Aydındır? Və yəyin üzərində gələ bilər, məsəl üçün, məsələn, götürək İsa Aleyhisselamın adını. Məsələn, İsa. 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 Və ya Musa. Musa Aleyhisselam. Musa. Bax, bunlar adlanır nə? Kiçik əlif. Və onu yənin üzərində də, vavun üzərində görə bilərsən. O gördüyün zaman uzatma, aydındır, funksiyası daşınır və bu hərflər oxunmur. Yəni, salavutun və ya İsəyi və ya Musəyi oxunmur. Yə kimi oxunmur. Heç bir funksiyası yoxdur bunların. Yalnız əlifi, uzatma bildirən əlifi əvəz etməsindən başqa. Bununla bağlanan dərsimiz bu qədər.